Xaçmaz rayonunun Yergüç kəndində baş verən ailə daxili zorakılıq və istismar faktları ictimaiyyətdə ciddi narahatlıq doğurub. Baku Newsaza daxil olan məlumata əsasən 1998-ci il təvəllüdlü Əspəndiyev Əmraslan Müslümoğlu və 1992-ci il təvəllüdlü qardaşı Əspəndiyev Ələsgər Müslümoğlu ögey ailə üzvləri tərəfindən vəhşicəsinə döyülüblər. Zərər çəkmişlərdən bildirilir ki, onları ögey qardaşı Əspəndiyev İlyas Müslümoğlu və onun həyat yoldaşı Əspəndiyeva Yeganə Məhəmməd qızı və oğlu Əspəndiyev Elşən İlyas oğlu tərəfindən dəfələrlə fiziki təzyiqlərə məruz qalıblar. Əldə olunan məlumatlarda o da qeyd olunur ki, qardaşlardan biri fiziki qüsurludur və ona təyin olunan pensiya kartı da ögey ailə üzvləri tərəfindən mənimsənilib. Bununla kifayətlənməyən ögey qardaş İlyas Əspəndiyevin evin həyətində qurduğu fermada qardaşlarını məcburi əməyə cəlb etdiyi, iş görmək istəmədikdə isə müxtəlif fiziki və psixoloji işgəncələr tətbiq etdiyi də iddia olunur. Məsələ ilə bağlı Bakı Newsaz tərəfindən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbova məlumat verilib. Araşdırmada qeyd olunur. Məsələ Xaçmaz rayonu polis şöbəsi tərəfindən nəzarətə götürülüb. Daxil olan məlumat üzrə araşdırma aparılır. Müvəffiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq xəsarətin dərəcəsi müəyyən olunmaqla əmələ hüquqi qiymət veriləcəkdir. Hadisənin dəqiq hüquqi qiymətləndirilməsi və təqsirli şəxslərə qarşı tədbirlərin görülməsi üçün ictimaiyyət və media qrupları prosesi diqqətlə izləyir. Baku Newsaz bu məsələni nəzarətdə saxlayır.